Bəşər Əsədi qoruyub saxlamaq istəyən İsrail və onun himayədarları bu səfər rolları dəyişdilər. Birləşmiş Ərəb Əmirlikləri 2018-dəki gördülər, yox, bata bilmədilər və məğlub oldular Suriyada və Suriya keçdi bunların rəqib xəttinin əlinə. Birləşmiş Ərəb Əmirlikləri bu səfər 2018-dən başladı, siyasi baxımdan yenə də işə düşdü. Siyasi və iqtisadi baxımdan Bəşər Əsədi cəzb etmək istədi. O cəzb eləmək istəməyi Bəşər Əsədin, yəni 3 dəfə Ərəb Əmirliklərinin başçısı Bəşər Əsədlə görüşdü. Deyilənlərə görə birinci dəfə 100 milyard dollar, ikinci dəfə isə 200 milyard və üçüncü dəfə 300 milyard dollar təklif elədi. Nə təklif idi? Bu bir yardımlar idi ki, yəni biz bunu istəyirik gətirək və Suriyanın abadanlığına xərcləyək. Suriya 7-8 illik müharibədən çıxmışdı, bütün infrastrukturlar dağılmışdı, neft olan bölgələr hamısı Kürdlərin və ABŞ-ın əlinə düşmüşdü. Ölkənin bütün gəliri turistdən idi, turistin gəliri sıfıra düşmüşdü, ağır vəziyyətdə idi və ona görə də bu pullar xüsusən də Bəşər Əsəd kimi dünyəvi bir insan üçün ciddi məbləğ idi.